Yola çıxırıq. Otağımızla da sağollaşıram. Gedək. Artık Bakıda olmalıydıq, amma İstanbul'da oteldəyik. Niyə? Çünki bizim təyyarəmiz 21-də idi, amma İstanbul'a eşidib ki, bir nəfər gəlib, başlayıb başını yonmağa. Necə Bakı başını yonur, mən çölə çıxanda. İstanbul'da elə mənə qarşılamağa hazırlaşıb. Elə fırtına qopur ki, artıq biz görüntülərə baxdıq. İyul ayında belə bir fırtına, şimşəklər çaxır, ağaclar az qalır yerindən qopar. Ona görə də təyyarələr gecikməli gəlirlər. Yazdı 21-20'də rötar yaptı uçak, 21-20'dir. Sonra 21-35, təbii ki bu uzanacaq. Çünki bu maşın kimi deyil ki, yəni gəlsin, mindin getdin, elə olmur. Çünki öz o çiletini, artıq öz növbəsini ötürdüyünə görə, keçdiyinə görə bu bez uçret girməlidir artıq növbəyə. Bunun üçün də ona ayrıca bir pist təmizlənməlidir, yəni ki, ayrıca bir pist ayrılmalıdır. Ondan sonra o pistə getmək üçün digər yollar təmizlənməlidir. Yəni o taksi yolları təmizlənməlidir. Taksi deyirlər. Samolyot taksi eləmək üçün yollarda da olan samolyotlara sən bu tərəfə keç, filan nömrəli samolyot sən bu tərəfə keç, güllə olaraq xəbər verəcək ki, təmizləyin ki, buradan bezoçrit bir yəni gecikən bir samolyot filan pistə gedir.
Bunlar da uzun prosesdir yəni. Ona görə vaxt aparan şeydir. 21:35 son deməli uçuşu idi. Yəni uçuş gecikməsi idi. Amma 21:31 güya biz uçmalıydıq. 21:35-də elə bizi samolyota buraxdılar. Ona qalmış 10 dəqiqə samolyotdaydıq artıq. 11 işləmişə qədər hələ gözləmişik, qapı bağlanır, gözləyirik. Nəhayət kapitan danışdı, dedi ki, hələ 20-25 dəqiqədə biz gözləməli olacağıq. Çünki yəni xəbər gözləyirik güllədən. Nəhayət 11-ə qalmış, biz artıq yola düşdük. 1 saat 5 dəqiqə çəkir, 12-yə qalmış, gəlib çatdıq. 12-yə qalmış, gəlib çatmaq o deməkdir ki, İstanbul-Bakı samolyotuna sağollaşırsan yəni. Və biz gəlib çatanda İstanbul-Bakı artıq uçduq, yanımızdan uçdu, getdi. Təbii ki, hansı hava yolu ilə gedirsənsə, Türk hava yoludurmu, nə bilim, Pegasus'dur, yoxsa Azaldı, yoxsa Ajetdir, nədir? Yəni ki, nə olursa olsun, onlar özləri həll edirlər təbii ki. Və bizdə də olduğu kimi, burada da olduğu kimi, yəni özləri həll elədilər. Bizə maşın təmin elədilər, bizim biletimiz, yeni biletimizi verdilər. 13:15-də, bugünkü biletimiz 13:15-dədir. Və gözəl bir otelə gətirdilər bizi. Yeməyimiz, içməyimiz və onda da bizi gəlib indi götürəcək, onu gözləyirik. Otelə gəldik, möhtəşəm. İndi otaq turunu çəkib oteli göstərim sizə. Siz ona baxın yəni. Balkonu belə yekə, bu da gündüz. Ora yaşayış binasıdır artıq. Və indi artıq gözləyirik maşınımızı gəlsin, bizə aparsın. Razı qaldım, çox gözəldir, otel çox qəşəngdir. Əlbəttə ki, bir dənə vaxt gələcəkdir. Yəni bu oteli də görmüş olduq. Heç misal üçün bilmirdim, heç mən belə bir bu oteli tanımırdım. Çox gözəldir, çox razı qaldıq, çox da gözəl qarşılandıq. Sadəcə olaraq psixoloji olaraq özümü hazırlamışdım artıq uşaqları görməyə. Çünki mənim üçün çox çətindir, bildiyiniz kimi. O biraz bir təhər elədi, amma eybi yox, inşallah ki gedib qovuşaram bugün uşaqlara. Xatırlayırsınızsa, mən yola çıxmadan öncə demişdim ki, görüb bu dəfə başımıza nə hadisələr gələcək. Çünki mənim səfərlərim priключениясız düşmüş. Dediyimi indi inandınız. Mənim səfərlərim mənim adıma layiq olur həmişə. Yoldaşım deyir ki, mən nə vaxt tək gəlmişəmsə, heç vaxt yəni problem yaşamamışam. Və yaxud da ki, belə bir hadisə olmur da, yəni ki, düz də deyir. Nə vaxt sənlə gəlirəm, bir hoqqa çıxır da ki, çünki əvvəl fərqlənməlidir də, yəni. Ümid edirəm ki, bu son priключение olar. Hər şeyə mən pozitiv tərəfdən baxma tərəfdarıyam. Ona görə hər şeydə bir xeyir var. Gəldik, gözəl belə oteldə istirahət, bir gün artıq istirahət elədik. Nə olacaq, eybi yox, uşaqlara artıq danışmışam, düzdür biraz mən yəni əziyyət verir, amma artıq yəni dözürəm də, bir tərəf dözdük. Nəysə, əsas o da Allah başqa şey göstərməsin. Bir də ona deyim ki, bir də narahat edən mən odur ki, mənim çamadanımı yoldaşım Kayseri'də gələndə verdi bagaja. Və bagaj go. Öz gəldi qəşə şortiki ilə oturdu, istirahət elədi axşam. Amma mən hələ cəzbən geyimində, yəni yol geyimində hələ indiyə qədər də o geyimdəyəm.
bagaja verir baxım mənim çamadanımı yoldaşım. Onu gözləyirik. Burada deyir ki, gəl o tərəfdə qalaq da biz. Deyirəm, nə üçündür? Oradan fırlanacaq, gələcək çamadan. Deyirəm, hə də axır gələcək də, mənim qabağıma gələcək. Buradan danışır da. Deyirəm, gələcək də, axır mənim qabağımdan gəlib keçəcək də. Deyir ki, oradan başlayacaq gəlməyə, yəni daha tez götürür, daha tez götür də. Deyirəm, maşınımız aeroportda, burada. Maşınımıza minəcəyik, evimizə gedirik. Yenə niyəsə bizi qaçırdısan, nəyə görə yenə qaçırıq? Deyirəm, gülmək tutur, deyirəm ki, tez olay da, yəni. Əşi, evin tikisi gəldi də, çox şükür. Başımıza da nələr gəldi yenə də. Mən dedim, inşallah o axırıncı приключение olar. Olmadı. Yəni, mindik samalyota, üzr istəyirəm, mindik avtobusa, qeydiyyatdan keçdik, avtobus bizi aparır təyyarəyə. Getdik, samalyotun qabağında dayanmışıq, çəkmişəm onları. Birinci avtobusdakılar düşüblər, gözləyirlər. Bizi də açmadılar, qapını buraxmadılar. Təzədən minin, qayıdın. Samalyota problem var dedilər. Ya başqa samalyot aparacaq sizi, ya da ki, şey deyəcəksiniz. Nədir o? Bir gözüm çamadanlardadır, çamadanlar başladı gəlməyə. Ya başqa təyyarə ilə uçacaqsınız, ya da ki, yenə yuvanacaqsınız da. Bir 4-5 saat. Yoldaşım da belə lənət oxuyurdur. Nəysə, yaxşı oldu. Avtobusdan getdik, gəldi. Bizi hardan elə minmişdik, oracan gətirdi, dayandı. Sonra bir anda sürdü, yenə o problem həll oldu. Təzədən gəldik, mindik yenə öz samalyotumuza. Amma Türk Hava Yolları ilə uçduq. Çox gözəl, çox geniş, çox Boeingdən gəldik. Möhtəşəm uçuş idi, əla idi, super idi. İndi çamadanımı gözləyirəm. Bax, balaca çamadanımı götürdü, verdi. Qabağımdan gəlib keçirdi. Baxın, qabağımdan gəlib keçir. Hök, mən deyir, hök, mən gəl o tərəfdən düz deyir, o tərəfdən başlayır. İndi görürəm ki, o tərəfdən başlayır, yoxsa gəl qabağımdan keçir. Deyir, mənim çamadanımı kim götürəcək axı? Deyir, götürmək üçün bir tez gedək. İndikisi maşınımız burada minib gedirik də. Qalıb orada. Baxın, baxın, siz Allah. Axır ki, tez özü götürmək istəyir, görürsünüz. Mən burada hədər-hədər dəli-dəli qalmışam. Axır, getdi orada qaldı ki, götürsün, getsin. Çox da səbirli adamdır. Qəribə də səbirsiz olan mənəm, səbirli odur. Amma yolda anlamadım, getdim. Canım deyirəm, Azərbaycanım, canım Bakım, gül kimi, tərtəmiz. Çox adam var, amma yenə sakitçilik. Baxın, görün. Adam çoxdur, amma yenə də sakitçilikdir. Mədəni, nə bilim, hər yer tərtəmiz, gül kimi sakitçilik. Çox adam olsa da sakitçilikdir. Karşılamalar şartlı olsa da yenə paryatka var. Yəni, qayda qanun var. Möhtəşəm və canım Bakım, canım Azərbaycanım, canım torpaqlarım. Balalarıma qovuşacam. Ən əsası odur uşaqlarım üçün çox həyəcanlıyam. Bugün amma dedilər artıq. Amma inşallah gəlirsiniz, hə? Bugün 100% gəlirsiniz, dedim, hə? Şöyle darıxmış. Yəni, həmişə deyirlər, gecə dəstəklədiniz məni. Amma bugün gördüm, çox istəyirlər, yəni, çox darıxırlar. Balalarıma qovuşum. İnşallah sağ-salamat. Qurban olduğum torpaqlarım. Canım maşınım. Yolumuzu göstərir. Bunun üçün darıxmışdım. Darıxmışdım bunun üçün də. Vətənimdə olan hər şey üçün darıxmışdım. Yəni, əsas balalarıma qovuşacam. Şunun halına baxın, yanır, o tutub yanır, mümkün deyil için oturmaq. Baxın, açmışıq qapıları ki, biraz havası dəyişsin, kondisionerləri də yandırdı. Deməli, mən indi part 3, yəni sonuncu vlogu montajlayıram. Bir də baxıb görürəm ki, yadınızdadırsa, yəni mən izləyənlər xatırlayar ki, dedim ki, inşallah ki, mən bu vlogu evdə çataram inşallah vətənimə, evdə bağlayacam da, orada sağollaşacam. Baxıram, görürəm ki, sağollaşmamışam o qədər, yəni belə başım qarşı olub ki, sağollaşmamışam. Yəni, part 2-də danışdım, gördünüz ki, başımıza da gəlməyən qalmadı. Yubandıq bir gün hələ İstanbulda qaldı.
Dedim inşallah ki, o vlogda deyirəm ki, inşallah ki bu sonuncu приключение olar da, amma olmadı. Çünki gəldik təyyarəyə, danışdığım kimi, dediyim kimi, yəni orada yubandıq, buraxmadılar, dedilər təyyarədə problem çıxıb, qayıtdıq, sonra təzədən getdik. Nə bilim də, yəni bir saat gecikməklə təzədən uçduq. Mən dedim ki, uşu yuxarıda bir şey olacaq. Da bir dənə bu qaldı da, uşu qalxdıq, nəhayət qalxdıq. Uzun uzun qapışmalardan sonra. Dedim ki, yəqin ki, daha deyəcəklər ki, möhkəm tutunun, təyyarə indi çaxılacaq yerə. Bir o qalmışdı da, çox şükür ki, sağ-salamat gəlib çatdı və uşaqlarıma da qovuşdum. Amma ki, nə olursa olsun, yenə də pozitiv tərəfdən baxmağa çalışırdım. Belə gülürdüm, belə çəkirdim. Dün gəlmişəm də çəkim də. Belə, o biçim yaxşı keçdi. İnsan beyni har olursa olsun, evdən çıxanda, bir yerə gedəndə də nə qədər də olsa adam beyni telefon kimi telefonun da formatlanmaya ehtiyacı var. İnsan beyninin də belə ehtiyacı var təzələnməyə. Allah gözəl-gözəl yerlərə, möhtəşəm yerlərə, yəni Amerikalara, İngiltərələrə, nə bilim, İtaliyalara, belə gözəl yerlərə inşallah qismət eləsin sizə. Məni izləyənlər, mənim izləyicilərim, izləməyə alanlar və yaxud da bu video kimin qarşısına çıxıbsa, o izləyənlər, hamınızı arzulayıram ki, gözəl-gözəl yerlərə gedəsiniz, sonra da mənə yazasınız ki, nə var, bax, do elədin, bax, indi burada İtaliyada gəzirəm, biri yazsın ki, Amerikanı vururam bir-birinə, bax, yazasınız, xəbər verəsiniz, saçım da töküldü. Nəysə, uzun sözün qısası hamınıza gözəl yerləri gəzməyi arzulayıram. 391 izləyicim, sizi o qədər çox sevirəm ki, çox təşəkkür edirəm və yeni gələn izləyicilərimə çox minnətdarlığımı bildirirəm. Xoş gəlmisiniz deyirəm, heç peşman olmayacaqsınız, çünki mən hər həftə video yükləməyə çalışıram. 6-cı gün və yaxud çox vaxt şənbə günü, o çatdıra bilməyəndə isə bazar günü ya da başım qarışıq olarsa bazar günü video yükləməyə çalışıram. Bu video kimin qarşısına çıxıbsa, amma izləməyə almayıbsa, alsa məni çox sevindirər. Heç də peşman olmaz. Almasa da canı sağ olsun. Almasanız da canınız sağ olsun. Siz gedin, gəzin, dolaşın, canınız sağ olsun. İlk izləyicilərimə də çox təşəkkür edirəm ki, hələ də izləyirlər məni, hələ də izləmədə qalıblar. 391 nəfərlik gözəl bir ailəm var mənim YouTube-da. Sizi çox sevirəm. Allah sizdən razı olsun. Mənə etdiyiniz bu yaxşılığa görə Allah sizdən razı olsun. Allah da sizi sevindirsin. O yeni gələn izləyicilərimə də deyirəm ki, hər bir nəfər artanda mən o qədər sevinirəm ki, çox təşəkkür edirəm məni bu qədər sevindirdiyiniz üçün. Allah da sizi sevindirsin. Allahın yadında olasınız. Gözəl-gözəl yerlərə gedəsiniz. Mənə də yazasınız ki, nə var, bax, filan yerdəyəm.